bir oğlan olaraq nə məni ağladar sıralaması eləyirik. Görək nə bizi ağladarmış. Fiziki ağrı, zərbə falan. Bir ağrıyar ancaq ağlatmaz da, yəni 9-a qoyarım. Sağlamlıq problemləri. Sağlamlıq problemi səni ağrıtmaz, ağlatmaz. Ağrıdar da, ağlatmaz da. Sevdiyin kimsə itirmək. Bu ağladar mı? Ağladar. Bu birə qoyum görəsən bunu. Bundan daha pisinə gələ bilər hala. Nəsə 2-ə qoyacağam, daha pisinə gələr. Təklifin rədd edilməsi kimi şey yazır orada. Niyə ağlayıram? Allah belə şey kim ağlayar da yəni? Şahid olmaq. Zorbalığa şahid olmaq kimi bir şey yazır orada. Mən ağlama niyə ağlayasan? Belə çox pis bir şeydir, bilirəm də. Yəni nəsə eləməyə çalışarsan həmin anda. Prosta ağlamarsan da. Xəyanət. Xəyanəti də ağla. Çox pis olarsan da, ağlamarsan da yəni. 4-ə qoyarım. Finansal problemlər, pulun falan olmaması. Çox pis bir şeydir yəni, hə. Amma ağlayar mıyam? Yox. Kiminsə səni idarə eləməsi. Dəhşət pis bir şey olduğuna görə 3-ə qoyacağam. Ringlet. Təklik. Təklikdən ağlayan oğlan özünə kişi deməsin. Zorbalıq. Zorbalıqla da ağlamar. Burada ağlayacağım tək şey var, normal deyim. Burada sevdiyim birini itirməkdir. Yəni həqiqətən bunu ağlayaram, qalan ismini ağlamaram da yəni. İnşallah siz nə ağlayarsınız yazın yorumlara.